Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bu videoda istəyirəm ki, son günlərdə müşahidə etdiyimiz Trump ilə Musk arasında olan konflikt haqqında biraz danışım. Düşünürəm ki, bu konflikti biz iki müxtəlif müstəvidə ələ ala bilərik. Bir müstəvi Trump ilə Musk arasında olan şəxsi münaqişədir. Bunun səbəbləri və nəticələri çox maraqlı mövzudur və qısa olaraq buna da toxunacağam. Amma bundan daha önəmli olan daha fundamental səviyyədə olan bir məsələdir ki, ona da videomun qalan hissəsində vaxt ayıracağam. İlk öncə qısa olaraq sırf Trump və Musk arasında şəxsi müstəvidə nə baş vermişdir? Düşünürəm ki, bu suala cavab tapmaq üçün ilk öncə biz baxmalıyıq ki, nəyə görə Musk 2016-cı ildə biz bilirik ki, Trumpı ciddi qınayırdı. 2020-ci ildə Biden'a səs vermişdi. Amma 2024-cü ildə birdən Trumpı dəstəkləməyə qərar verdi. Düşünürəm ki, burada əsas səbəblərdən biri odur ki, Musk bir iş adamıdır və Trumpın gətirəcəyi və gətirəcəyinə söz verdiyi bu tariflər, yəni rüsumlar haqqında, vergi rüsumları haqqında xəbərdar idi. Düşünürəm ki, Musk bir növ Trumpa yaxınlaşmaq və bacardığı qədər bu rüsumların neqativ təsirini, özəlliklə də öz biznesinə olan neqativ təsirini azaltmaq haqqında düşünürdü. Digər tərəfdən Musk hələ də Sam Altman kimi biznesmenlərdən süni intellekt sferasında geridə qalır. Düşünürəm ki, Trumpdan istifadə eləyib həmin sferalarda da həmin şəxslərə çatmaq və hətta onlardan irəliyə də keçməyi düşünürdü. Və üçüncü səbəb də odur ki, unutmamaq lazımdır ki, Musk'ın SpaceX adlı bir şirkəti də var ki, bu SpaceX şirkətinin NASA ilə çox ciddi və gəlirli müqavilələri var. Düşünürəm ki, burada Musk'ın istədiyi dolaylı olsa da NASA-nı idarə etmək idi. Amma son bir neçə gündə anlaşılan və Musk'ın da anladığı o oldu ki, Trump'ı istifadə etməkdənsə Trump daha çox onu istifadə etdi. Bu da münaqişəyə zəmin yaratdı və bütün dünya bunu gördü. Qısaca olaraq bu iki fiqur arasında olan şəxsi münaqişə bu cür anlaşılır. Amma düşünürəm ki, bu münaqişə əslində son illər Amerikada baş verən və daha fundamental və daha geniş bir tendensiyanın bir hissəsidir. O tendensiyada elitalar arasında olan münaqişələrin çoxalmasıdır. Biz son 10 ilə baxsaq bunu açıq-aydın görəcəyik. Yaxşı, bu elitaların münaqişə etmələrinin səbəbi nədir? Bu suala cavab vermək üçün düşünürəm ki, biz 1945-ci ilə qayıda bilərik. 45-ci il müharibə bitdiyi zaman Amerika Birləşmiş Ştatları dünyanın super gücü halına gəldi. Dünyanın ən güclü ölkəsi idi. Hətta o zaman dünyada istehsal olunan bütün sənaye məhsullarının yarısı Amerikada istehsal olunurdu. Və həmin dövrdən sonraki dövrə baxsaq, bir 20, 30, 35 il ərzində Amerika varlanmağa davam edirdi. Amma çox maraqlıdır ki, 1970-lərin sonu 80-ci illərə qədər Amerika varlanır və sadəcə Amerikanın varlı təbəqəsi deyil də, hətta orta təbəqələr, işçi təbəqələrin də genel rifahı çoxalırdı. Biz bunu misal üçün real gəlirlər ilə ölçə bilərik. Real gəlirlər həmin təbəqələr üçün də artırdı. Amma 1980-ci il gəlir və 1980-ci ildə Reagan prezident olaraq seçilir və Reagan neoliberal siyasətə keçid edir. Neoliberal siyasətin də əsas sütunlarından biri odur ki, varlı təbəqə üçün vergilər azaldılır. Təbii ki, məntiq odur ki, varlı təbəqə daha çox sərmayə yatırmağa motivasiya olunacaq, əgər onların vergiləri azaldılırsa. Beləliklə daha çox iş yerləri açılacaq və sonuçda ümumi Amerika xalqının rifahı artmalı idi. Məntiq budur. Amma 80-ci ildən bugünə qədər müşahidə etdiyimiz belə olmur. İlk öncə bayaq dediyim real gəlirlər, yəni işçi təbəqəsi və ümumi olaraq, yəni Amerika əhalisinin əksəriyyəti üçün real gəlirlər ilk öncə dayanmağa başlayır, yəni artmır, sonra isə azalmağa doğru gedir. Digər tərəfdən Amerika bir ölkə olaraq varlanmağa davam edir. Bu zaman sual yaranır ki, o aradakı fərq hara gedir və
Buna da cavab odur ki, aradakı fərq varlı insanların daha da varlanmasını sağlayır. Təbii ki, burada sadəcə, yəni 80-ci ildə mövcud olan varlı təbəqənin daha da varlanmasından söhbət getmir. Bu doğrudur, amma sadəcə belə olmayıb. Digər tərəfdən varlı olan kəsimin sayı da artır. Misal üçün, əgər biz 1980-ci ili 2020-ci il ilə müqayisə etsək, o zaman net kapitalı 1 milyon olan insanların sayı ən azı 4 dəfə artmışdır. Kapitalı 5 milyon olan insanların sayı isə 7 dəfə artmışdır. Kapitalı 10 milyon və ondan daha artıq olan insanlara isə biz baxsaq, 1980-ci ildə bunların sayı 66 min idi. 2020-ci ildə isə onların sayı 700 mini ötmüşdür. Yəni 10 dəfədən daha çox artmışdır. 10 milyon və daha çox kapitalı olan insanların sayı. Və təbii ki, burada inflyasiya nəzərə alınır və əhalinin ümumi artımı da nəzərə alınır. Bütün bunlar elitanın, yəni varlı insanların çoxalmasına gətirib çıxarda bilər. Təbii ki, genel, yəni ümumi əhalinin maaşlarının artmamasını anlamaq olar. Negativ bir şey kimi anlamaq olar. Amma varlı insanların çoxalması nəyə görə negativ bir şey olmalıdır? Belə bir sual yarana bilər. Məgər bu Amerikan istəyinin və Amerikan, belə deyim də, həyatının bir hissəsi deyilmi? Yəni varlanmaq. Bu suala cavab tapmaq üçün düşünürəm, sizə bir analogiya gətirim. Bu analogiya musiqili stullar oyunu ilə bağlıdır. Bir çoxumuz uşaqlıqda bu oyunu oynamışıq. Stullar qurulur. Misal üçün, otağın ortasında 10 dənə stul qurulur dairəvi şəkildə və uşaqlar həmin stullar ətrafında gəzməyə başlayırlar və musiqi çalınır. Musiqi dayanan zaman uşaqlar stullara otururlar. Təbii ki, əgər bizdə 10 dənə stul varsa, o zaman 11 dənə iştirakçı olur və bir dənə iştirakçı narazı olaraq oyundan çıxır. İkinci raundda stulların birini götürürük, artıq 9 dənə stul qalır və 10 dənə iştirakçı olur və yenə də bir iştirakçı oyundan çıxır və beləliklə oyun davam eləyir. İndi təsəvvür eləyin ki, bu oyunun başqa bir variantı var. Həmin oyunda 10 dənə stulla yenə də başlayırıq, 11 dənə iştirakçı var. Birinci raunddan sonra bizdə bir dənə iştirakçı narazı şəkildə, yəni istəyinə nail ola bilmir, narazı şəkildə oyunu bitirir. İkinci raundda isə bir stul götürmək əvəzinə biz iştirakçıların sayını artırırıq. Yəni stulları olduğu kimi saxlayırıq, 10 dənə stulumuz qalır. Amma iştirakçıların sayını 11 nəfər yox da 22 nəfər edirik. Bu zaman artıq ikinci raundun sonunda qazanmış 10 nəfər olur, amma narazı qalanların sayı 12 nəfər olur. Yəni düşünün ki, sadəcə iştirakçıların sayını 2 dəfə artırmaqla biz narazı olanların sayını 12 dəfə artırmış oluruq. Və sonra bunun 3-cü raundu, 4-cü raundu haqqında düşünün. Aydındır ki, qısa zamandan sonra insanlar başlayacaqlar, yəni iştirakçılar başlayacaqlar bir növ fırıldaqla məşğul olmağa. Misal üçün, stulların yanından keçəndə yavaşlamağa, stul olmayan yerdən keçəndə isə qabaqdakını itələməyə. Bəziləri bəlkə də stulların qabağında duracaqlar və tərpənməyəcəklər. Və sonuçta bu bir növ münavişəyə, bəlkə də davaya gətirib çıxardacaq. Stulların sayı Amerikada olan güc və ya hakimiyyət mövqelərinin sayını təmsil edir. Həmin hakimiyyət mövqeləri üçün 1980-ci ildə müəyyən qədər elitalar bir-biri ilə rəqabətə girirdi. Amma 2020-ci ildə artıq dekamilyonerlər, yəni 10 milyon dolları olan və daha artıq olan insanların sayı 10 dəfədən daha çox artıb. Təsəvvür eləyin ki, burada həmin deməli, rəqabətə girənlərin sayı nə qədərdir? Stulların ətrafında dövr edənlərin sayı nə qədər olur və həmin istəklərinə nail olmadıqlarına görə narazıların sayı, narazı elitaların sayı nə qədər olur? Təbii ki, burada insanların qaydaları pozmaları, qaydalara uyğun olaraq hərəkət etməmələri çoxalır. Bu da bizim Amerikan cəmiyyətində son dönəmlər gördüklərimizin təzahürüdür. Maraqlı bir kitab var, Daniel Ziblattla Steven Levitsky'nin How Democracies Die, Demokratiyalar necə ölür, necə məhv olur. Bu kitabla onlar Amerikanın nəyə görə avtoritar rejim olmadığını ələ alırlar. Çünki bilirsiniz, Amerikan konstitusiyasını götürüb eyni cür tətbiq eləyən bir çox ölkə var ki, bunların əksəriyyəti Cənubi Amerikada yerləşir. Həmin ölkələr qısa bir zaman avtoritar rejimə dönüşürlər. Ona görə həmin iki müəllif düşünür ki, biz 200 il ərzində, yəni 200 ildən artıqdır ki, Amerika var, 250 ilə yaxın tarixi var Amerikanın.
Amerika həmin dövrdə avtoritar rejimə dönməyib və müəlliflər açıq şəkildə bunu etiraf edirlər ki, bəzi insanlar bunu Amerikan konstitusiyası ilə əlaqələndirirlər, amma bu əlaqələndirmə tam doğru deyil. Yəni hər şeyi izah etmir. Çünki Amerikan konstitusiyası dediyim kimi bir çox ölkədə tətbiq olunur, amma həmin ölkələrdə yəni avtoritar rejimlər hakimiyyətə gəlməyi bacarmışdır. Və bir çox halda hətta hakimiyyətə gələnlər demokratik institutlarla hakimiyyətə gəlir. Mussolini, Hitler, həmin iki müəllifə görə Putin və Erdoğan da avtoritar idarəçidirlər. Amerikada isə nə baş verir? Onların cavabı odur ki, Amerikada müəyyən yazılmayan qayda qanunlar var ki, siyasi elitalar bu qayda qanunlara riayət etdikləri təqdirdə Amerikan sistemini avtoritarizmdən qoruyur. Bunlardan biri, misal üçün, iki siyasi partiyanın bir-birini legitim konkurent görmələri, legitim rəqabətçi olduqlarını qəbul etmələridir. Misal üçün 2000-ci ildə Albert Gore sadəcə 500 səslə Floridada Busha uduzur və haqqı da var idi ki, etiraz etsin, amma bunu etmir, öz məğlubiyyətini qəbul eləyir və Busha zəng eləyib onu təbrik edir. Amma 2016-cı və 2020-ci ildə Trump artıq bunu etmir. Trump başlayır deməyə ki, əgər Joe Biden udsa, mən onun deməli seçkilərin nəticələrini qəbul etməyəcəm. Digər tərəfdən misal üçün çox məşhur bir hadisə oldu. 2008-ci ildə John McCain Obamaya qarşı olanda kampaniyaların birində bir qadın John McCainə Obamaya səs verməyəcəyini və bunun səbəbinin də Obamanın ərəb olduğunu dedi. Ərəb olması və ilgi məsələləri qoyuram bir tərəfə, John McCainin ona cavabı çox maraqlıdır. John McCain başladı Obamanı müdafiə etməyə, onun yəni yaxşı Amerikan vətəndaşı olduğuna inandığını dedi və Amerikan xalqının rifahını düşündüyünü dedi. Sadəcə o rifaha necə çatmaq lazımdır? Bu məsələdə ikisi arasında fərq var. Və McCain təbii ki, öz mövqeyinin daha doğru olduğunu düşündüyü üçün ona qarşı prezident deməli kandidatı olmağına qərar verdi. Görürsünüz ki, iki tərəf bir-birini legitim oponent olaraq görürdü. Amma 2016, 2020, 2024-cü illərə baxın, Trump Joe Biden'a yuxulu Joe adını verir, Kamala Harris'a başqa adlar verirdi. Və bu sadəcə Trump deyil, başqa kandidatlar da bu cür yəni ritorikaya artıq baş vurmağa başlayırdılar. Və siz baxsaz Amerikada digər tərəfdən eyni dediyim prosesi, yəni elitaların çoxalması və artıq qaydaları pozmasının digər təzahürü elitaların belə deyim, siyasətçiləri dəstəkləmək üçün verdikləri pullara baxın. Yəni əgər 1990-cı ildə Konqresə və Konqresin aşağı palatasına, yəni nümayəndələr palatasına daxil olmaq üçün və qalib olmaq üçün ortalama $400,000 sərf etmək lazım idi. Yəni kampaniyaya $400,000 sərf etmək lazım idi. Və bir neçə biznesmen bir siyasətçini dəstəkləyirdi həmin pulla. 2020-ci ildə artıq $2,500,000 sərf olunur. Yəni bu sizə elitalar arasında olan rəqabətin çoxalmasını göstərir. Digər tərəfdən misal üçün senator olmaq üçün ortalama olaraq $4 milyon pul xərcləmək lazım idisə 1990-cı ildə, 2020-ci illərdə artıq 30 milyona yaxın pul xərcləmək lazımdır bir kampaniyaya. Bu da yenə dediyim kimi elitalar arasında münaqişənin çoxalmasını göstərir. Bir tərəfdən ümumi əhalinin rifahının azalması, digər tərəfdən isə elitanın varlanması çox partlayıcı bir hala dönüşə bilər. Və düşünməyin ki, bu dediyim sadəcə abstrakt bir nəzəriyyədir. Əgər biz Amerikan tarixinə baxsaq, buna oxşar bir vəziyyətin öncədə olduğunu görə biləcəyik. 19-cu əsr Amerikasına baxaq. 18-ci əsrin sonunda Ellie Whitney pambıq təmizləyən bir maşın icad etmişdir. Buna cotton gin deyirlər. Ondan sonra pambıq Amerikan iqtisadiyyatının əsas sütununa çevrilir.
Amerikan iqtisadiyyatı varlanır əsasən pambıq ixracı ilə. Təbii ki, pambıq ixracı ilə məşğul olanlar da, pambıq istehsalı ilə məşğul olan aristokratik cənub plantatorlarıdırlar və o plantatorlar deməli qul əməyini istifadə edirdilər və pambıq ixrac edirdilər. Pambıq ixracında da təbii ki, onlara yardım eləyən ticarətçi təbəqəsi idi. Onlar bu pambığı ixrac edir, Britaniyaya satır və beləliklə Britaniyada olan sənaye inqilabına təkan vermişdilər. Digər tərəfdən isə Britaniya mallarını alırdılar. Yəni Britaniya sənaye mallarını alırdılar. Ona görə də 1850-ci ilə qədər və təbii ki, bununla varlanmışdılar cənub plantatorları. 1850-ci ilə qədər Amerikan siyasətində dominant hala gəlmişdilər. Yəni prezidentlərin, sonra vitse-prezidentlərin, senatorların, nümayəndələrin əksəriyyəti, ümumən yəni siyasi gücə sahib olan insanların böyük əksəriyyəti Cənub ştatlarından idi və varlı insanların da əksəriyyəti Cənub ştatlarında yaşayırdı. Baxmayaraq ki, şimal ştatlarında yaşayan insanların sayı Cənub ştatlarından 2 dəfə daha artıq idi. Bu bir tərəfdən, yəni oturmuş elita və Amerikan sistemini, Amerikan dövlətini idarə edən oturmuş bir elita yarandı. Bu da dediyim kimi aristokratik, cənubda qul əməyindən istifadə edən plantatorlar idi. Digər tərəfdən Amerikada başqa bir proses də baş verir 19-cu əsrdə. Bu Amerikanın özünün sənayələşməsidir. Amerikada 19-cu əsrdə sənayələşir və yeni elita yaranmağa başlayır. Bu elita artıq pambıq istehsal edib pambıq satmaqla məşğul deyil. Bunlar əsasən neft və ya dəmir yolları və ya mədən işlərində varlanan insanlardır. Andrew Carnegie kimi, misal üçün polad istehsalında varlanan, Cornelius Vanderbilt'dir 1960-cı ildə, 1860-cı ildə Amerikanın ən varlı insanı idi. Bu insan əsasən daşınma və sonradan da dəmir yolları biznesi ilə varlanır və digər belə əsasən şimali ştatlarında və sənayetçi olan insanlar varlanmağa başlayır. Və bu insanlar da sayı da artır. Misal üçün 1800-cü ildə əgər bizim Amerikada olan 1860-cı ildə Amerikada varlı olan insanların, yəni milyoner olan insanların bugünün təbiri ilə milyarder olan insanların sayı cəmi bir neçə milyon idi. Amma 1960-cı ildə 1860-cı ildə bu insanların sayı 100'ü artır. Yəni 100'dən daha çox olur. Bayaq izah etdiyim, yəni Amerikada son 40 ildə baş verən proses həmin dövrdə də baş verir. Elitalar çoxalır və oturmuş elitaya qarşı, yəni plantator olan elitaya qarşı sənayeçi elita deməli əmələ gəlir və siyasi güc qazanmaq üçün onlarla rəqabətə girir. Biz düşünürük ki, əsasən düşünürük ki, Amerikada 1860-cı ildə baş verən vətəndaş müharibəsi ki, Amerika tarixində ən qanlı müharibədir. Bu əsasən quldarlığı ləğv etmə və qulları azad etmə ilə bağlıdır. Əksinə bu belə deyil. Əslində bu belə deyil. Amerikada həmin deməli müharibənin əsas səbəbi bu iki elita arasında olan münaqişədir. Yəni oturmuş elita və onların siyasi gücü var və elita olmağa və ya siyasi gücə sahib olmağa can atan bir yeni varlanan elita var ki, bunlar şimalda varlanan sənayeçilərdir. Bunlar arasında bir çox deməli razı olmadıqları və razılığa gələ bilmədikləri məsələlər var. Bunlar arasında ən önəmlisi vergi rüsumlarıdır. Vergi rüsumları Cənub ştatları üçün sərf etmirdi. Nəyə görə? Çünki bunlar beynəlxalq ticarətlə məşğul olur. Bunlar nəsə satır, qarşılığında başqa bir şey alır. Onlar rüsumların olmasını istəmirdi. Amma şimal elitaları öz yenicə yaranan sənayələrini qorumaq üçün, Britaniya sənayesindən qorumaq üçün yüksək vergi rüsumlarının olmağını istəyirdi. Çünki Britaniya malları daha keyfiyyətli idi və daha ucuz idi. Rüsumlar olmadığı təqdirdə onlar Amerikanın özündə sənayələşməni həyata keçirdə bilmirdilər. Bu mövzu və digər başqa mövzular əsas rol oynayırdı ki, 1860-cı ildə Amerikanın vətəndaş müharibəsi başlamışdı. Və məntiq də çox aydındır ki, yəni siyasi güc
cənub elitalar əlindədir və cənub elitalarının əlindən o siyasi gücü almaq üçün o siyasi gücə zəmin yaradan iqtisadi bir sistemə, yəni quldarlıq sisteminə hücum etmək lazım idi və onu məhv etmək lazım idi. Hətta xatırlayırsınızsa ilk öncə Lincoln quldarlığı ləğv etmək haqqında düşünmürdü. Sadəcə quldarlığın daha da artmasına qarşı idi. Amma sonuçda müharibə baş verdi və müharibədən sonra quldarlığı da ləğv etdilər. Qısa olaraq Amerikan tarixində baş verən hadisə budur 1800-cü illərdə və 2020-ci ildə də gördüyümüz kimi bu çox oxşar bir hala gəlmişik. Trumpın seçilməsi eyni prosesin nəticəsidir. Yəni bunu Trump etmir. Trump sadəcə bunun bir nəticəsidir. Çünki düşünün ki, Trump özü bir milyarderdir və ya milyonerdir və Trump seçkidən öncə söz verir ki, öz milyoner dostlarına, yəni bu aydın hamı bunu bilirdi ki, öz milyoner dostlarını sərf edəcək işlər görəcək prezident olduğu təqdirdə. Amma həmin iki dediyim amil eyni zamanda işləyərək onu prezident etməyə sağlayır. Elitalar arasında olan münaqişə, digər tərəfdən də kasıblanmış ümumi təbəqə də oturuşmuş elitaya qarşı artıq bir kin, bir nifrət hiss eləyir və sadəcə alternativ Trump olduğu üçün Trumpa səs verir. Ümid edirəm ki, izləyicilərimiz üçün videomuz maraqlı olar və Amerikada baş verən hadisələr haqqında daha, yəni sadəcə iki şəxs arasında münaqişəni deyil də ümumi baş verən prosesi anlamış olarlar. Çünki yaxın gələcək, necə ki 1860-cı ildəki müharibə Amerikan tarixinə çox böyük bir təsir göstərdi, yaxın gələcəkdə də bu elit münaqişəsi çox böyük bir təsir göstərəcək və Amerikada da baş verən hər bir hadisə dünyaya da təsir göstərir.